Bakılıların bir duası var, mən başqa yerlərdə var. Deyir, Allah sənin neynim deməyə qoymasın. Yaxşı duadır bu. Otur sən neynim, çarə tapan bilsən. Quran deyir ki, neynim deyəndə ki, neynim, yol tapan bilsən. Onda deyir, və mən yəttəqillah yəcəllahu məxrəca. Kim təqvalı olsa, Allahla münasibəti yaxşı olsa, o, həmin o neynim vaxtında Allah birdən çıxış yol açar, özü də təəccüblənər. Deməli, sən düşmüsən bir problemə. Özünü öldürürsən, düzəlmir. Din deyir, başqa yolla get. Allah belə deyir, başqa yolla get. Dur məsələn, namaz qıl. Quran deyir, namazdan kömək al. Yenə deyirəm, mənə düz başa düşünə, sabah deməsinlər. O qədər kəsirlər çıxışlarımızı. Qorxuruq danışmağa. Mənası bu deyil ki, filan kəs dedi ki, problem olanda həll eləmə, otur namaz qıl. Mən bunu demirəm. Açıq deyirəm ki, belə demirəm mən. Problemin olanda düyünün var, həll edirsən, o qədər olur, vurnuxursan, düzəlmir. Düzəlmir. Deyir, dur, namaz qıl. Namaz qıl. Peyğəmbər döyüşdə görəndə ki, iş çətinləşib, döyüşün içində, dayanardı, namaz qılardı. Hə, mənası budur ki, namaz qılım, dua eləyim, ay Allah, düyünlərim aç, yox. Namazda dua eləmirsən ki, bir dənə qunutunda dua var da, namaz qıl sadəcə. Allahu Ekber, problemlərin içində, dur namaz qıl. Bismillahirrahmanirrahim. Bizim namazda, həmin tanıdığımız namaz. Elhamdülillah Rabbil Alemin. Ər-Rahmanir-Rahim. Sən rəhimlisən, sən rəhmansan, həmd olsun sənə. Maliki yevmiddin. Problem içində boğulur, deyir ki, sən din gününün sahibisən, ilahi. Qiyamət günü əlimdən tut. Qiyamət günü əlimdən tut. İyyəkə nəbudu, mən sənə ibadət edirəm. Allah deyir ki, mələklər, baxın, gör nə böyük adamdır. Problem məngənəsində sıxılır, mənim qiyamətimdən danışır. Deyir ki, qiyamət günü əlimdən tut, filan. Heç elə bir problemlər bunluq deyildi. Dedim, əksini get. Əslində, təbii qayda nədir, cəmaat nədir? Deyir ki, problemin varsa narahat olmalısan da, qanı qara oturmalısan. Ay Allah, neyiniyim mən? Bu əksin deyir. Deyir, rahat ol, problemi həll eləyim. Rahat ol, problemi həll eləyim. Bu problemlərin içində boğulur. Ahirətdən, qiyamətdən danışır mənə. Allah da deyir ki, mələklər, bunun problemini həll edin. Ne üçün? Çünki mən problemi vermişdim ki, mənə diqqət eləsin. Bu namazla diqqət elədi da problemə nə ehtiyac? Əsas problem bunun üçündür ki, bəla məni yadına salsın. Bu namazla məni yad elədirsə də problemi götürün də yolundan. Həll edin, çıxsın, geçsin.